İkinci mesele, el-mesele thani arkanul bey. Yaxşı. Arkanul bey, yani algı-satqı neyin üzerinde kurulur? Yani esasları. Esasları. Arkanuhu thelâse. 3 tane algı-satqıda esas var. Yani algı-satqı olmaq üçün orada mütləq bu 3 tane şey ne etməlidir? Olmalıdır. Birinci deyirlər aqid və ma'qud aleyhi və siğə. Birinci alıcı və satıcı. Alıcı və satıcı. Mütləq ən azı 2 tərəf olmalıdır. Düzdür? Bir tərəf algı-satqı olmalı. Yani tərəf, belə deyil. Tərəf. Birinci tərəf. İkinci ma'qud aleyh, yani mal. Ne alırsan, ne satırsan. Mütləq olmalıdır. Və siğə, yani o malı sen hansı sözlə və ya hansı formada alırsın. Aydındır? Ola bilər ki, gəlib deyərəm ki, satırsan onu, bəli satırım. Mən alırım, gəlib pulu ver mənə malı. Aydındır? Və yaxud da ver mənə pulu gəlib. Və yaxud da başqa bir formula. İndi açıqlayır müəllif. Fəl-aqid yeşməlu bə'i vəl-müştəri. Tərəflə nə deməkdir? Alıcı və satıcı. Vəl-ma'qud aleyhi el-məbi'. Mal, yəni hansı ki alınır və ya satılır. Və-siğə, yəni forma necə o deyilir? El-icab vəl-qabul. Yəni mütləq. Bu mütləqdir. Sən bir şey almaq istəyəndə mütləq mən sənə icab və qabul. Yəni mən sənə əvvəl təklif verirəm. Mən bu malı səndən almaq istəyirəm. Sən də mütləq qəbul etməlisən. Deməlisən ki, hə, razıyam. Bu pula mən satıram. Bu olmasa alıq-satqı deyil. Yəni mən bunu səni alıram, heç səndən soruşmuram. Bu ticarət deyil. Aydındır? Mütləq deməli olmalıdır o biri tərəfdən qəbul. Vəl-icabu lafzu sadiru minəl ba'i kən yəqul bi'tu. Deməli, vəl-qabul lafzu sadiru minəl müştəri kən yəqul iştərəytu. Yəni alıram, satıram, bu kimi ləfzlər. Lakin alimlər buyurublar ki, şərt deyil mütləq bunu deyəsən. Əsas odur ki, o başa düşülsün. Başa düşülsün ki, bu adam səni satmaq istəyir. Bu adam da razıdır bu malı ondan almaq. Və həzi hiyə siğətil qavliyyə. Əmmə siğətul fi'liyyə fəhiyəl muata. Tayyib. Bu sözlər. Və lakin müəlliflər buyururlar, rahimehumullah, ola bilsin ki, sözsüz olsun. Ona deyirlər bey'ul muata. Bey'ul muata, yəni sözsüz algı-satqı olsun. Və hiyəl əxzu vəl-i'ta'u kəən yədfə'l müştəri thəmənə sil'əti iləl ba'i fəyu'tihi iyyə biduni qov. Yəni gəlirsən, məsələn bir adamın yanına, biz məsələn bugün müasir supermarketdə çoxsan belə baxanda bu bey'ul muatadır. Biz heç danışmırıq. Malı götürürük, malın üstündə qiymət var. Gedirik, kassira veririk, kassirlə danışmırıq. Kassirlə orada onu çəkir, pulunu ödəyirik, gedirik. Heç bir söz də demirik. Aydındır? Bu bey'ul muata, cumhur alimlər onu icazə verirlər, bu səhihdir. Çünki əsas ticarətdə biz görəcəyik. Əsas ticarətin ərkanları razılıqdır. Bu da razılıq verir, sən də bilirsən ki, o razıdır ona. Tayyib.